Bir önceki videolarda Quranın gələcəkdə kəşf edəcəyimiz texnologiyalara işarə etdiyini göstərmək üçün toplamda 6 örnək verdik. Sıradakı örnəyi, yəni 7-ci örnəyi keçəsə olsaq, Quran oxuyanda Həzrət İsa'ya verilən möcüzələrin əsasən tibbi tərəfdən olduğunu görəcəyik. Buna bir örnək verəsə olsa, Allahın izni ilə anadan gəlmə koru, cüzəm xəstəliyinə tutulanı sağaldar və ölüləri dirildərəm deyə bəhs olunur. İndi əgər bu ayəyə diqqət etsək, sanki bizə işarə eləyir ki, ən ümid olunmayan xəstəliklərə belə Allahın izni ilə dərman tapıla bilər. Dərd nə olursa olsun, dərmanı mütləq ki var. Axtarın, tapın. Hətta dövrümüzə baxası olsaq, sanki ayə gələcəyi işarə eləyirmiş kimi, Həzrət İsa'ya verilən ölüləri diriltmək möcüzəsini günümüzdə kiçik bir örnəyini adətən yaşayırmışıq kimi, süni intellektlə düzlü şəkildə bir qədər bacarırıq. Dünyasını dəyişən bir insanın şəklindən istifadə edib dirildib danışdırırıq. Hətta süni intellektin bu qədər inkişafı nəticəsində yaxın zamanda ölən bir insanın holoqramını belə ortaya çıxarda biləcəyimiz gözlənilir. Hətta ölümə də müvəqqəti bir həyat rəngi vermək mümkündür. Yəni düşünün, deyəlim 12-13-cü əsrlərdə yaşayan bir insanıq və bir anda yaşadığımız bu əsrə düşdük. Bir tərəfdə baxırıq, qəbirdə olan ölən insanların telefonlarda, kompüterlərdə videoları, hətta istədiyimizi də dizdirdiyimiz, hərəkət etdirdiyimiz görüntüləri, başqa tərəfdə sanki canlı imiş kimi qabağımızda bizlə söhbət edən holoqramları. İstər-istəməz normal olaraq ağlımıza o gələr ki, yəqin ki bu insanlar Həzrət İsa'nın ölüləri necə diriltdiyini kəşf edib. Təcrübələr sayəsində və təlahüq əfkar ilə husulə gələn tərəqqiyat-ı tibbiyyə Həzrət İsa'nın möcüzəsinin ilhamatındandır. Bir sonraki örnəyə keçəsi olsaq, sizcə Quranda ilə kəşf etmədiyimiz teleportasiyaya işarə ola bilər? Nəml surəsi 38-ci və 40-cı ayənin arasında tam da bu mövzudan bəhs olunur. Cinlərdən bir ifrit, sən yerindən qalxmadan mən onu sənə gətirərəm və həqiqətən mən buna gücü yetən etibarlı biriyəm, dedi. Kitabdan biliyi olan biri, mən onu gözünü yumub açmadan qabaq sənə gətirərəm, dedi. Ayəyə baxanda görmüş oluruq ki, elm sahibi biri bir anda Bəlqisin taxtını gətirir. Yəməndə olan Bəlqisin taxtı bir anda minlərlə kilometr uzaqlıqda olan Şama, Süleyman peyğəmbərin yanına bir göz qırpımından tez ya görüntüsü və ya birbaşa özü gətirilir. Taxtın ətrafındakı adamların görüntüləri ilə birgə hətta səsləri belə eşidilir. Yəni əgər bu ayənin üzərində cüzi düşünəsi olsaq, nə qədər böyük işarələr olduğunu görərik. 1400 il qabaq yazılan Quranda gələcəkdə maddələrin uzaq məsafələrdən bir göz qırpımında bir yerdən başqa bir yerə gətirilə biləcəyi və ya görüntüsünün, səsinin köçürülə biləcəyi anladılıb. İndi əgər günümüzə baxsaq, bu ayələrdə sanki gələcəkdə nələri kəşf edə biləcəyimiz göstərilirmiş kimi, internetlə, telefonla və ya TV vasitəsilə bir göz qırpımında eyni anda onlarla ölkədə həm səsimizlə, həm görüntümüzlə ola bilmirik. Yəni sanki dövrümüzdə Süleyman peyğəmbərin möcüzəsini yaşayırmışıq kimi, canlı yayınlara çıxırıq, uzaq məsafələrdən bir-birimizlə görüntülü danışırıq. Hətta minlərlə kilometr uzaqlıqda olmağımıza baxmayaraq, sanki yan-yana oturmuş kimi bir yerdə oyun oynaya bilirik. Keçmiş dövrlərdən bir adam bir anda bizim dövrümüzə düşsə və bütün bu olanları görsə, şübhəsiz, yəqin ki Süleyman peyğəmbərə bir göz qırpımında həmin o taxtı gətirən elmli adamın sirrini bu dövrün insanları necəsə öyrəniblər deyəcəkdi. Bir ifritin Həzrəti Süleymana gözünü açıb yummazdan əvvəl Bəlqisin taxtını gətirirəm deməsinə işarə edən ayət-i kərimə pek uzaq məsafələrdən cəlb-i saft, surət və s. kimi bəşərin kəşf etdiyi və ya edəcəyi icadata nümunə və mihazdırlar.